Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2026-cı ilin suvarma mövsümü üçün hazırlıqlarını başa çatdırıb. Salyan rayonu üzrə 2026-cı il ərzində təkrar əkin nəzərə alınmaqla ümumilikdə 47.397 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulub. Belə ki, 13.431 hektarda dənli bitkilər, 12.344 hektarda pambıq, 14.327 hektarda yem bitkiləri, 1.307 hektarda bostan tərəvəz bitkiləri, 706 hektarda oşuqillik əkinlər və 5282 hektarda isə həyətyanı sahələr üzrə əkin aparılması planlaşdırılır. Kür çayı üzərində quraşdırılmış 20 ədəd əsas və 37 ədəd təkrar qaldırıcı nasos stansiyalarından istifadə edilir ki, bu da uzunluğu 1053 kilometr olan suvarma kanalları vasitəsilə təsərrüfatlara çatdırılır. Cari ilin 3 ay ərzində ümumilikdə 132 kilometr uzunluğunda suvarma kanalında lildən təmizlənmə işləri görülüb. 38 kilometr kanal boyu ərazilərdə hamarlanma işləri aparılıb. Həmçinin 32 ədəd su buraxıcı və 29 ədəd su səviyyə qaldırıcı olmaqla ümumilikdə 61 hidrotexniki qurğuda cari təmir işləri yerinə yetirilib. Salyan rayonunda olan 46 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən 62 nasos stansiyada olan aqreqatlar cari təmir olunaraq tam istifadəyə verilmişdir. Hal-hazırda biz 22 aqreqatlı Akşöki nasos stansiyasındayıq. Bu nasos stansiya vasitəsilə 19.000 hektar əkin sahələrinin suvarılması həyata keçirilir. Rayon ərazisində fermerlərə suyun itkisiz, maneəsiz çatdırılmaqdan ötəri kanallarda lildən təmizləmə və eləcə də hidrotexniki qurğularla təmir bərpa işləri davam etdirilir. Salyan rayonunda suvarma sahəsində hər il görülən tədbirlər əkin sahələrində yığılan məhsulun həcmində artıma səbəb olur. Yer veriləndən məşğulam, əkirəm, öz sahəmizdə ailə sahəsidir. 3 hektar 56 sotuq yerdir. Dövlətimizdən razıyıq, torpağı verib əkirik, becəririk. Müəyyən qədər qazancımız olur, Allah ruzumuzu verir. 5 hektarlıq sahədə suvarma işlər gedir. Bizim iqtisadiyyatımız pambıqçılıq, taxılçılıqdır, heyvandarlıqdır. Sırf biz kənd təsərrüfatına məşğul olmuşuq. 47 ildə bu təsərrüfatda işləyirəm. Dayanmadan, ara vermədən sırf burada uzun müddət pambıqçılıq bir qədər işləmişəm. Sonra torpaqlar payı bələr, ondan sonra pambıq, taxıl, yonca iqtisadiyyatımız böyük. Biz heç vaxt bu sudan körlük çəkməmişik. Qeyd edək ki, Salyan şəhərinin içməli su təminatı Babazanlı ərazisindəki 7500 kub metrlik su anbarı, Xıdırlı kəndinin içməli su təchizatı isə Hacıqabul rayonu Atbulaq kəndindən çəkilmiş magistral boru ilə qidalanan hər biri 300 kub metr olan 2 ədəd su anbarı vasitəsilə həyata keçirilir. 10.520 əhali və 318 qeyri-əhali abonentinə xidmət göstərən içməli su şəbəkəsi 29,5 km magistral və 225,5 km uzunluqda daxili şəbəkə xəttindən ibarətdir.